Salam, hər vaxtınız xeyir olsun. Murad Rəşidovun ədəbiyyat test vəsaitindən növbəti bölmənin izahına baxırıq. Məhəmməd Füzulinin seçilmiş əsərlərindən Leyli və Məcnun poemasına aid olan testlərin izahına birlikdə baxacağıq. Birinci sual. Aşağıdakı xüsusiyyətlərdən hansının aid olduğu əsəri müəyyən edin və həmin xüsusiyyətlərin içindən yalnız 4 xüsusiyyətin aid olduğu əsəri tapın. Baxaq. Valideynlər, əsərlər. Övladını dərin məhəbbətlə sevsə də onun hisslərini anlamır. Bu Koroğluda belə bir məqam yoxdur və yaxud da Oxtayıloğlu əsərində, Nürəddində də yoxdur. Qalır Müsibət Fəxrəddin və Leyli və Məcnun. Bunu aid eləyə bilərik, məsələn, Leylinin atasına, anasına və yaxud da Məcnuna aid eləyə bilərik. Eləcə də Fəxrəddinin anasına da aid edə bilərik. Övladının rəyini soruşmadan belə öz sevdiyi adama, öz istədiyi adama ərə verir. Bu da aiddir yenə Leyli və Məcnuna. Sonra övladının Müsibət Fəxrəddin burada qeyd eləyə bilərik. Leyli buna aiddir. Burada da Leyli. Övladının təhsil almasına imkan yaradır. Aid edirik Müsibət Fəxrəddin əsərinə. Övladı dövrün qayda qanunlarına qarşı çıxır. Deməli, burada hər ikisinə aid olan məqam var. Çünki həm Fəxrəddinə aid olan məqamdır, həm də Məcnuna aid olan məqamdır, belə qeyd eləyə bilərik. Övladı cismən məhv olsa da ona zidd qüvvələrin üzərində mənəvi qələbə qazanır. Bu da Müsibət Fəxrəddin əsərinə aid olan məqamdır. Yəni, burada Fəxrəddinə aid olacaq fikirdir. Deməli, 4 fikir aid oldu Müsibət Fəxrəddin əsərinə. Cavabımız oldu B variantı. 3. Leyli və Məcnun bədii əsərinə aid müqayisə cədvəlinə əsasən uyğunluğu müəyyən edin. Məcnun, Leyli. Kamalda günəşə bənzədilir, doğrudur. Xurşid kimi kamallı göstərilmiş olur. Şərab damağa səfa versə də axdığı üçün qədəhin dibinə düşür. Bu, Leyliyə anasının nəsihəti, söylədiyi ifadələr olduğu hissədədir. Deməli, bu yanlışdır. Kölgə kimi hər yerə baş vurmamağı tövsiyə olunur, doğrudur. Deyir, sayə kimi, yəni kölgə kimi hər yerə baş vurma. Adın dillər əzbəri olsa da səni görmək qeyri-mümkün olsun deyə valideynləri tərəfindən ona tövsiyə olunur, valideyni və yaxud da, bu da doğrudur. Valideynləri tərəfindən təhsili yarımçıq saxlanılır, Məcnuna aid deyil. Zəmanənin əxlaq və davranış normalarına heç cür tabi olmur. Leyli məcbur da olsa, yəni tabi olmuşdu. Buna görə bu məqamı çıxmış oluruq. Burada biz cavab kimi baxaq görək nəyə götürə bilərik. 1-i götürdük, 2-ni götürdük. Sonra 4'ü götürmüş olduq. 1, 2, 4 cavab olacaq C variantı. Leyli və Məcnun bədii əsəri haqqında doğru uyğunluqları müəyyən edin. Sevgilisi tərəfindən rədd edilən qəhrəmanın yeganə çıxış yolu ölümdür. Kimin tərəfindən rədd edilmişdi? Deməli, Leyli Məcnun tərəfindən rədd edilmişdi. Buna görə də A-nı götürəcəyik. 1A olmalıdır. Sonra lirik ünsürlərdən istifadə edilmişdir. Tuyğu, çıxırıq təbii ki variantlardan. Cavabımız qalacaq D variantı. Mürəbbi, Rübayev. Leyli və Məcnun bədii əsəri haqqında doğru uyğunluqları müəyyən edin. Ölümünün ahı ilə əlaqələndirilməsi. Deməli, belə göstərməliyik. Bu hissədə olmalıdır İbn Səlamın adı. Yəni, İbn Səlamın ölümünün Məcnunun, burada da A, ahı ilə əlaqələndirilməsi. Deməli, 1-də yazılmalıdır C-A. O da bir variantda özünü göstərir. İkinci tərəf, aləm saçlarının ucundan sanki asılı idi. Bəli, aləm deyir, Səri-Muyinin tüfeyli. Deməli, onun deyir, saçlarının ucundan sanki aslıydı. Bu, Leyliyə aid olan cəhətdir. İndi onu ekranda da görürsünüz. Cavab olacaq D variantı. Növbəti sual. Leyli və Məcnun bədii əsəri ilə bağlı klassiyeri tamamlayın. Şair ən real və həyati epizodlara bir qeyri-adilik vermişdir. Bəli, belə məqam var. Yəni, Füzuli tərəfindən təqdim olunur bu hissələr. Poemada real həyatla uyğunlaşmayan təsvir və hadisələrə yer verilməmişdir. Təbii ki, bu yanlışdır. Elə Məcnunun qolundan qan çanağının yaranmağı reallıqla uyğunlaşmayan məqamlardan biridir. Yəni, belə məqamlar çoxdur poemada. Şair Leylini cənnət qızına bənzədir. Bəli, cənnətin hurisinə bənzədilmiş olur Leyli. Bu ifadədə doğru olur. Sonra yer verilməmişdir. Birinci yanlış, ikinci doğrudur. Şair Məcnunu qaranlıqda bir işığa bənzədərək güclü bir təzad yaradıb. Bəli, bu ifadə doğrudur. Yəni, Məcnun qaranlıqda işığa bənzədilir. İndi yuxarıda siz o məqamı görmüş olursunuz və bununla da təzad yaratmış olur. Zülmət içində bir nur kimi göstərilir Məcnun. Şair Leylini gözəllik fəzasındakı günəş adlandırır. Gözəllik fəzasındakı günəş adlandırmış olmur. Şair Məcnunu eşq mülkünün şahı adlandırır. Bəli, bu doğrudur. Sonra şair Leylini çiçəkliyə aparan qızların ətrafa getməmələrini, qığılcımın yayılmasına və yanğının baş verməsinə bənzədir. Bu da doğrudur. Təhlil hissəsində verilən cümlədir. Deməli, doğrularımız hansı olduğu 2, 3, 5 və 6. Cavab olacaq E variantı.
Leyli və Məcnun bədii əsəri haqqında klassiyeri tamamlayın. Gövhər Leylidir, alıcılar isə özgələrdir. Dövran onu hərraca salır və bazarda ixtiyar sahibi deyil. Bəzən Füzuli, dolayı, bəzən də açıq ifşa üsulları ilə çox təbii yolla Leylinin yaşadığı cəmiyyətə qarşı etirazlarını əyaniləşdirir. Bəli, biz bu misralardan, bu sətirlərdən anlaya bilərik ki, Füzuli əslində bunu təqdim eləmək istəmişdi. Bu doğrudur. Şair Leylinin ölüm səhnəsinin seçilməsində fəsillərin xüsusiyyətlərindən məharətlə istifadə edir. Bəli, bu da təhlil hissəsində verilən ifadələrdən biridir. Sevgilisi tərəfindən rədd edilən Leylinin ölümdən başqa çıxış yolu qalmır. Doğrudur. Leyli yəni belə düşünürdü. Məcnunun vüsalına qılınc gücü ilə çatdırmaq istəyən obraz onun hisslərini daxili aləmini anlayır. Qılınc gücü ilə çatdırmaq istəyən obraz, bu təbii ki, aiddir Nofələ, yəni Nofələ aid olan cəhətlərdən biridir. Onun hisslərini daxili aləmini anlayır. Əslində Nofəl onun daxili hisslərini anlamışdı da. Çünki Nofəlin özünün də vaxtı ilə sevgi ilə bağlı bir dərdi, yarası var idi və Məcnunu vüsalına çatdırmaq üçün təbii ki, onun əvvəlcə hisslərini, daxili aləmini anlamalı idi ki, bunu etsin. Yəni onun həm də elə bir köməkçilərindən biri idi sanki Nofəl. Bu ifadədə də doğruluq var. Sonra Məcnunu, onun hisslərini anlayan obraz Məcnunun dərdinə dözməyib həyatını dəyişir. Məcnunun dərdini anlayanlardan biri məsələn Zeyddir, ölmür və yaxud da Nofəldir. Bunlar yanlışdır. Ona görə də cavabımız olacaq burada 1, 2, 3, 4. Cavab olacaq D variantı. Leyli Məcnun bədii əsəri haqqında düzgün fikirləri seçib ardıcılığı müəyyən edin. Sən sadəsən, özgələr hiləgər, cəhdi ilə ki, sənə söz qoşmasınlar deyə Leylinin anası Leyliyə nəsihət edir. Sonra bir ay yüzlü qızın dövrün tələblərinə zahirən tabi olan qəhrəmana yoldaş təyin edilməsi. Bu təbii ki, İbn Səlamla evləndirilməsi hissəsinə aid olacaq Leylinin. Gəlin baxaq ardıcıllığa. Deməli, burada birinci fikir doğrudur, amma bir ay üzlü qızın dövrün tələblərinə zahirən tabi olan, dövrün tələblərinə zahirən tabi olmaq, bu aiddir Leylinin özünə. İbn Səlam zahirən tabi olan deyildi. Bu elə düşüncə baxımından da daxilən də tabi idi. Ona görə də burada zahirən tabi olan bir qızın başqa birinə yoldaş təyin edilməsi yazılsaydı doğru olardı. Yəni ifadənin özü yanlışdır. Misrada dolaşıqlıq var. Bu ifadə, yəni dövrün tələbinə zahirən tabi olmaq, bu aid olmalı idi Leyliyə. Amma buradan belə çıxır ki, sanki İbn Səlama aid imiş. Bu bəlanın müsbət məclisinə bənzədilməsi bu laf əvvəldə baş verir. Füzuliyə yanaşırlar, Rum zərifləri xahiş edirlər ki, yəni belə bir əsər türk dilində də qoy yazılsın. Farslarda çoxdur, amma türklərdə yoxdur. Deməli 3 oldu doğru və ən əvvəldə baş verən məqamda 3-1 gəlməlidir. Sonra varlığın bir qəm tələsinə bənzədilməsi və kimsə bu tələyə əsir olarsa, gərək qəmə səbr etsin. Bunu da biz Məcnunun doğulduğu hissələrdə görmüş oluruq. Yəni qəm tələsinə düşür sanki. Məcnun heçlikdən çıxır, maddi varlıq kimi maddi aləmə düşəndə artıq qəmə yoldaş olur. Ona görə ağlayır ki, deyir o son gününü, axır gününü elədi deyir, əvvəldən ona agah oldu. Ona görə başlayır ağlamağa. Yəni bir körpənin ağlamağını son gününü sanki bilərək ağlamağa bənzədir Füzuli. Çünki maddi aləmə düşür. Heçlikdən gəlir düşür maddi aləmə. Buna görə qəm diyarına düşür sanki. Deməli, burada oldu 4 bu hissədə. Baxırıq, Məcnun Leylini görəndə bir zamanə afəti olduğunu, tayı bərabərinin hələ dünyaya gəlmədiyini hiss edir. Bu ifadənin özündə də doğruluq var təbii ki. Məcnun Leylini görür və görür ki, bu sanki elə bir afətdir ki, tayı bərabəri dünyada yoxdur. Yəni bu qız bərabərsizdir, taysızdır. Ona görə bu ifadənin özündə bir doğruluq var və biz bunu hara qoyacağıq? Təbii ki, bu hissəyə. 3, 4, 5, 3, 4, 5, 1. Leyli və Məcnun bədii əsəri haqqında səbəb-nəticə əlaqəsində uyğunluq pozulmuşdur. Gəlin baxaq. Səbəb-nəticə. Məcnunun atası çox-çox məzarlara nəzir etdi, Allaha dua etdi. Nəticədə bir gecə mərhəmət qapısı açıldı, duası qəbul olundu. Günəş üzü ilə dünyanı bəzəyən bir ay doğuldu. Təbii ki, bu doğrudur. Sağ kimi körpəlikdə kamil olan dünyaya gələn gündən fəğan etməyə başlayır. Aha, bu ifadə doğrudur. Qəbilə şad oldu. Dayı onu göz yaşı ilə çimizdirdi. Süd yerinə ona ciyər qanı verdi və adını Qeys qoydular. Bəli, burada hətta təhlildə göstərilir ki, duru göz yaşı ilə çimizdirmiş olur dayı onu və Məcnunun sirrindən, yəni hikmətdən, bu hadisənin hikmətindən ilk xəbərdar olan da elə dayənin özü idi. Yəni Məcnun gözəl üzləri, simaları görəndə sakitləşərmiş bir uşaq. İfadələr doğrudur hər ikisi. Amma bir
birinci tərəf, yəni bu səbəbin nəticəsi olaraq biz bunu göstərə bilmərik. Yəni bu uşaq doğuldu, ağladığı üçün qəbilə şad olmur və yaxud da dayı onu göz yaşı ilə çimizdirmir. Bu həyatın qanunudur. Yəni və bir də Məcnun uzun zamandan sonra dünyaya gələn övlad olduğu üçün qəbilə şadlıq etmiş olur. Ona görə də B variantında uyğunsuzluq var. Bunu saxlayaq, digərlərinə baxaq. Leylini çiçəklikdə gəzməyə aparan qızlar dağılışdı. Aha, ətraf nəticədə al-əlvan rəngə boyandı. Doğrudur, bu var idi. Leyli də Məcnunu görəndə min zövq içində özünü itirdi. Ona meyl saldı. Bu əfsanə dildən dilə düşdü, aləmə yayıldı. Anası odlara düşdü, yasa batdı və bu qönçə ağızlıya dil uzatdı. Bunlar doğrudur, bəli. Və qızın, yəni ona meyl saldığını biləndən sonra ana daha da qəzəblənir və nəticədə ona dil uzadır. Pəri kimi gözəl bir qız Qeysi narahat görüb qucağına aldı və nəticədə Qeys gözəlin hüsnünə baxıb qərar tutdu və narahatlığı aradan qalxıb şad oldu. Cavab olacaq burada B variantı. Leyli və Məcnun bədii əsərində olan obrazlar Leyli, Məcnun, valideynlər haqqında müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Baxaq. Leyli, zatında məhəbbətin olduğu əlamətlər özünü uşaqlıqdan biruzə verirdi. Bu aiddir Məcnuna. Biri çıxdıq variantlardan. Sonra sevgilisi tərəfindən vəfasız adlandırılır. Bəli, Məcnun tərəfindən adlandırılır. 4-ü götürə bilərik. Məcnun dövrünə, zəmanəsinə açıq şəkildə müxalif mövqedə dayanır və faciəsi ilə bununla başlanır. Bu doğrudur. Əğyarın ölümü onun ahı ilə əlaqələndirilir. Bu da doğrudur, bəli. İbn Səlamın ölümü Məcnunun ahı ilə əlaqələndirilmiş olur. Valideynlər oğlunun həyatına vida edərkən vəsiyyətini dinləyir. Bu ifadə yanlışdır. Oğlunun həyatına vida edərkən vəsiyyət məsələsi bu hər ikisinin valideynlərinə aid olan ifadə deyil. Yəni təkcə Leyliyə aid idi. Bir də oğlunun ifadəsinin özündə yanlışlıq var idi. Qızının olmalıdır. Qızının həsrətinə dözməyərək bu dünyadan köç edir. Bu da yanlışdır. Oğlunun həsrətinə dözməyərəkdən olmalı idi. Məcnunun atasına aid olan cümlədir. 6 da yanlış. Dövrünün adət-ənənələrinə kör-körənə əməl etməyi vacib sayırlar. Bunların hər birinə aid olan əlamət deyil. Məsələn, kör-körənəlik ən çox valideynlərə aid olan əlamətdir və zahiri tərəfdən də Leyliyə aiddir. Hər birinin taleyinə özünə məxsus münasibət bildirilir. Bəli, əsərdə bildirilmiş olur. Deməli, uyğunluq olacaq 4, 2, 5 və 4, 2, kör-körənə əməli vacib saymaq burada çıx qoymalıydıq. Deməli, 8-i götürdük. 2, 4, 5, 8. Cavab oldu B variantı. Leyli Məcnun bədii əsərinə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Uzun nəzir niyazdan sonra bir oğlu dünyaya gəlir. Varlı qəbilə başçısının övladı olmur. Axı bu nəticəsində bu deyildi. Bunun səbəbi, yəni bu bir əvvəldə baş verən hadisədir, yəni birinci bu və səbəb nəticədə bir uyğunsuzluq var. Leylinin anası Leylini təhsildən ayırır. Nəticədə Leylinin Məcnuna aşiq olmaq xəbəri yayılır. Əksinə, yerləri dəyişik olmalıydı. Yəni biz nəticədə sözünü qoyaraq uyğunluğu bərpa edə bilərik. Yəni hansı səbəb nəticəyə aid olduğu variantısa biz onu müəyyənləşdirə bilərik. Gəlin baxaq. Məcnun dövrün qanunlarına tabe olmur. Nəticədə Leylini götürüb səhraya qaçır, belə məqam yoxdur. Leyli dövrün tələbinə zahirən tabe olur. Nəticədə Məcnun sevməkdən imtina edir. Axı imtina etməmişdi. Sonra Məcnun dövrün qayda qanunlarına qəbul etmir. Nəticədə insanlardan uzaqlara, yəni səhralara üz tutur. Cavab oldu E variantı. Leyli və Məcnun bədii əsəri haqqında uyğunluğu müəyyən edin. Qeys dünyaya gəlməmişdən rahat həyata təmin olunmuşdu. Doğrudur. Leyli dərdini anası daxil şama, aya, pərvanəyə açır, onlarla dərdləşir. Axı anasından açmış olmur dərdini, gizlədir anasından. Ona görə 2 yanlışdır. 2 yanlış olanda uyğunluğu istədiyi üçün bunları çıxırıq. Sonra Leylinin qüslünün göz yaşı ilə verilməsində şairin bir məqsədi var idi. Bu da təbii ki yanlışdır. Belə bir məqam yoxdur. Sonra yanlışlara baxırıq. Məcnunun dünyaya gələn andan nalə etməsinin gələcəkdə aşiq olacağına işarə olmağı var idi. Bu ifadə əksinə doğru yanaşmadır, doğru ifadədir. Yəni müəllif demək istəyir ki, Məcnun sanki son gününü, axır gününü eyləyib yad, buna görə ağlayır. Bütün gün ağlayan Məcnun Leylini görən kimi sakitləşir, başqa bir pəri üzlünü görərkən sakitləşmişdi. Deməli, yanlışdan 4-ü götürürəm, doğrudan da 1-i götürdüm. Cavab olacaq C variantı. Leyli və Məcnun bədii əsəri haqqında uyğunluğu müəyyən edin. Deyilmiş fikir. Leyli dövrün qanunlarına zahirən tabe olur. Fikir doğru olmalıdır. Qabağında yanlış yazılıb. Məcnunu yalnız anası başa düşürdü. Təbii ki, bu yanlışdır.
Nofəl var idi, Zeyd var idi. Leyli rəfiqələrindən fərqli düşünürdü. İfadə doğrudur, qabağında yanlış yazılıb. İbn Səlam Leylinin fikrini soruşub onunla sonra evlənmiş olur. Bu təbii ki yanlışdır, qabağında yanlış uyğunluqdur. Məcnunun aşiq olduğunu eşidən anası onu bu yoldan çəkindirməyə çalışır. Fikir doğrudur, qabağında yanlışdır. Cavab olacaq D variantı. Leyli və Məcnun əsərində uyğunsuzluğu müəyyən edin. Leyli Məcnun əcəmdə çoxdur. Ətrakda ol fəsanə yoxdur. Kitabın yazılma səbəbi hissəsindəndir. Bəli, bu doğrudur. Deyir ki, əcəmdə farslarda çoxdur, amma niyə türklərdə yoxdur? Bu oldu, doğru. Digərinə baxmış oluruq. Xurşid kimi kəmalə qabil, İsa kimi tifillikdə kamil. Məcnun anadan olduğu hissədəndir. Bəli, günəşə bənzədilir, İsa'ya bənzədilir. Doğrudur. 1-2 doğru olanda bunları çıxırıq. Sonra dərd-ü qəmi möhnəti qənaət, oldur bu misafirətdə yarım, Məcnun uşaqlığından deyil, bu elə kitabın yazılma hissəsindən, lap əvvəllərdə deməli, özünü göstərən məqam. Ey bəxt, vəfasız olma sən həmrahlıq et, bizimlə birdəm. Kitabın yazılma səbəbi bəli, doğrudur. Meygərçi səfa verər dimağa, axdığı üçün düşər ayağa. Leylinin anasına cavabı yox, anasının Leyliyə dediyi sözlər olan hissədə bu verilən məqamda. Deməli, 5 də yanlışdır. 3 və 5 uyğunsuzluqdur. Bizdə hissədə uyğunsuzluğu istəmişdik. Davam edirik. Obrazların müqayisəsində uyğun fikirləri müəyyən edin. Leyli. Valideynləri tərəfindən təhsil hüququ əlindən alınır. Bu doğrudur. Sevib sevilməyə, azad sevgiyə münasibəti sərbəstdir. Bu Məcnuna da aid ifadədir. Bu yanlışdır. Cəmiyyətə müxalif mövqedə dayanır və zahirən tabe olmur. Təbii ki, bu Məcnuna aid olan cəhətdir. Varlı bir qəbilə övladının başçısıdır. Hər ikisinə aid olan cəhətdir. Rahatlığı təbiətin qoynunda tapır. Yalnız Məcnuna aid olan əlamətdir. Ölümü ilə mənən qələbə qazanır. Bu da hər ikisinə aid olan əlamətdir. 1, 3 və 6. Cavab olacaq C variantı. Növbəti sual. Klaser xanalarında, klasirdə verilən fikirlərin hamısı hansı əsərlərə aid edilə bilər və aid edilə bilməz? Maddi nemətlərdən imtina var, cəmiyyətə müxalif mövqedə dayanan var, təhsil, şəxsiyyət, sevgi hüququnun alınması var, qəhrəman gecə-gündüz canın eşqi ilə ağlayıb, sızlayır. Bunlar təbii ki, pəriyə aid edilə bilər deyilsə yanlışdır. Hayf yoxdur qoşmasında da bu məqam yoxdur, söz qəzəlində də yoxdur. Yerdə qaldı 2 variant. Baxın, Leyli və Məcnuna təbii ki, bunlar aid olunacaq, amma burada təhsil, şəxsiyyət, sevgi hüququnun alınması, əldən alınması təbii ki, məni candan usandırdı şeirinə, qəzəlinə aid edilə bilməz. Ona görə A da deyil cavabımız. Cavab olacaq C variantı. Leyli və Məcnuna aiddir, digər tərəfə isə aid deyil. Nöqtələrin yerinə yazıla bilməsi. Leyli Məcnun bədii əsərində Məcnun. Davranış və əməllərinə görə həmyaşıdlarından fərqlənir. Bəli, yazıla bilər. Dünyaya gəlmiş, gəlməmiş, rahat həyata təmin olunmuşdur. Məcnuna aid edirik. Həyata baxışı Nofəl obrazı ilə eyni idi. Burada müəyyən qədər yanlışlıq var. Çünki Nofəllə hər mənada eyni deyildi həyata baxışı. Məsələn, Nofəl deyir ki, niyə bu vəhşilərin arasında yaşayırsan? Gəl normal şəkildə, yəni həyatına davam et. Buna görə həyata baxışları eyni deyil. Düşüncə tərzi zəmanəsinin əxlaq və davranış normalarından fərqlənirdi. Doğrudur. Arzu istəyini heç kimə, hətta anasına, atasına da bildirmir. Bu təbii ki, yanlışdır. Bunu biz Leyliyə aid olan əlamət kimi götürə bilərik. 3 və 5 yazıla bilməz. Cavab oldu E variantı. Nöqtələrin yerinə yazıla bilməz. Leyli Məcnun bədii əsərində Leyli. Həyatın Məcnuna baxanda daha dözülməzdir. Doğrudur. Boya başa çatdığı mühit sərbəstliyini əlindən alır. Doğrudur. Ağır sınaqlara məruz qalsa da zəmanəsinin köləliyi üstün tutan əxlaq qanunlarına heç vaxt tabe olmur, amma zahirən tabe olmuş da səhvdir. İxtiyarsız, hüquqsuz olduğunu dərk edir, doğrudur, dərk edirdi bunu da. Mənliyini, mənəvi gözəlliyini mənən qoruya bilir, bəli. Bu da oldu, doğru. Deməli, biz burada uyğun cavab kimi nəyi götürəcəyik? Yazıla bilməz dediyi üçün, baxın burada yazıla bilməz dediyi üçün yalnız 3'ü götürmüş olacağıq. B variantı. Leyli Məcnun əsərinə əsasən yanlış fikirləri müəyyən edin. Məhrum edir. Məcnunu təhsil hüququndan yanlışdır. Leylini sevgi hüququndan doğrudur. İbn Səlamı visala çatmaq arzusundan bəli, Leyli məhrum edir. Sonra məhrum edilir. Leylinin anası tərəfindən təhsil alma hüququndan Leyli təbii ki, məhrum edilir. Məcnun atası tərəfindən şəxsiyyət hüququndan bu məhrum edilmə deyildi. Yəni, Məcnun yenə də öz fikrindən dönmüş olmur. Buna görə biz bunu çıxırıq. Yanlışları götürəcəyik. Yanlışımız da oldu 1 və 5. A variantını götürürük. Sonra Leyli və Məcnun əsərində uyğunsuzluğu müəyyən edin. Gördük ki, bir afət-i zəmanə, misli dəxi gəlməmiş cahanə. Bu əvvəldə, yəni Leylinin məktəbdə Məcnunla Leylinin bir-birini gördüyü hissədəndir. Deməli, nə yazılıb burada? Məcnun Leylini görəndə keçirdiyi hal təsvir edilib, doğrudur, uyğunsuzluq istəmişdir.
Səbr etsə də gərək qəmi müdamə, olmuşdu zəbani hali güy, Məcnunun dünyaya gələrkən fəğan etməz təsvir olunur. Bəli, doğrudur. Uyğunsuzluğu istədiyi üçün 1-2-ni biz variantlardan çıxa bilərik. 1-2-ni gəlin çıxaq. Baxaq. Zövq əhlinə etibarım yoxdur. Yoxdur etibarım, əzm eləyəyim, təəllül etmən. Məcnunun dilindən öz halını təsvir etməsi ilə, yəni bağlı məqam kimi göstərilib, amma bu yanlışdır. Füzuli əvvəldə əsərin yazıldığı hissədə bu qənaətlərə gəlirdi. Deməli 3 yanlışdır. 3-ü götürürəm. 3-ü götürdük. Bir bəzmi müsibəti bəladır. Kim əvvəli qəm, sonu fənadır. Edilən xahişdən sonra şairin öz halını təsvir etməsidir. Doğrudur, bəli. Bir evdə məyər ki bir pərivəş, bir evdə deyir bir pəri üzlü, ol tifli bəsi görüb müşəvvəş, yəni o tifli deyir gördü. Gözəl bir qadının Məcnunu ağlayan görməsi təsvir olunub. Bəli, bu ifadə doğrudur. Yəni bu ifadədə yanlışlıq yoxdur. Burada təkcə 3-ü mən uyğun hesab edirəm variant olaraq, cavab olaraq. Çünki təhlildə verilən cümlələrimizdəndir 5-ci ifadədə. Sonra təkcə burada 3 olmalıdır. Cavab D variantı və 3-ü götürdük təkcə. Leyli və Məcnun bədii əsəri ilə bağlı klassiri tamamlayın. Leyli. Arzu və istəklərini Məcnundan fərqli olaraq heç nə ilə paylaşmır. Heç nə ilə paylaşmır deyilməyi ilə yanlışlıqdır. Çünki burada axı biz qeyd elədik, şama, pərvanəyə öz dərdini açmış olur. Heç kəs ilə deyilsəydi, bəli, onda doğru göstərə bilərdik. Hal-hazırda yanlışdır. Klastirdəki ifadəyə diqqətli oluruq, çünki klastirdə əgər yanlış verilibsə və biz yanlışları tapmalıyıq. Kamalda günəşə bənzədilir Məcnun. Faciəsi cəmiyyətə müxalif mövqedə dayandığı üçün başlayır Məcnun. Şair ona taleyi üçün 2 dəfə ağlamaq şansı tanıyır, doğrudur. İbn Səlam öləndə. Cin əhvalatını uyduraraq eşqinə sadiq qalmağı bacarır, doğrudur. İbn Səlamı deyir. Dövrün zoraki feodal qayda qanunlarına tabi olmur, yanlışdır, tabi olur. Deməli, uyğunsuzluqlar olacaq 1, 2, 5. Çünki klasterimizdə səhvi istəmişdi bizdən. Sual işarəsinin yerinə verilmiş xüsusiyyətlərdən ən az 3 xüsusiyyəti yazıla bilən əsər müəyyən edin. Həm təni edir, həm də təni edilir. Və bu aiddir Məni canını usandırdı qəzəlinə. Deməli, biz gəlin başqa müəlliflərin əsərlərini buradan çıxaraq, baxaq. Ardım. Arlı gecəsi axfağanə yer verilir. Məni canından usandırdı qəzəli. Bütün xəstələrə dərman bağışlayan var. Bu da həmin qəzəldir. Tənə və nəsihətə yer verilib. Aha. Sonra üzü gülə bənzədilən məşuqə var. Bunu da aid edə bilərik. Yenə Məni canından usandırdı qəzəlinə üzü gülə bənzədilən məşuqə gül üzlü ifadəsi həmin şeirdə keçmiş olur. Amma burada azı 3 xüsusiyyət dediyinə görə biz 4 xüsusiyyəti göstərmiş oluruq. Həm təni edir, həm də təni edilir. Tənəni edir qıza, deyir ki, mən sənə meyilli deyildim, sən aldın mənim ağlımı başımdan, sən etdin deyir əqlimi zail. Həm də təni edilir. Deyilir ki, orada mənə təni eləyən qafil səni görəcək utanmazmı? Aralıq gecəsi axfağanə yer verilir, bəli deyir. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Bu doğru. Bu da düz oldu. Bütün xəstələrə dərman bağışlayan var. Deyir ki, bütün xəstələrə dəva edər. Amma deyir, niyə məni bimarı sanmaz bu qız? Və üzü gülə bənzədilən məşuqə var. Bu da indi qeyd etdiyim o gül üzlü misrasıdır. Deməli, azı 4 xüsusiyyət uyğun gəldi bu şeirə. Cavab oldu B variantı. Mən şeirlərlə bağlı olan suallara baxmıram. Sırf Leyli və Məcnunla olan suallara baxacağıq bugün. Leyli və Məcnun bədii əsərində hadisələrin ardıcıllığını nəzərə alaraq uyğunluğu müəyyən edin. Hər kimdə ki, dərd, qəm, möhnət, qənaət var, bu səfərdə yoldaşım olur. Bəli, bu əvvəldə baş verən məqamdır. Sonra burada nə yazıla bilər? Aralıqla nələrsə əlavə etməliyik. Səxavət bağçasının gülü açıldı, niyyət bağının ağacı var verdi. Məcnunun anadan olmasına işarə edilib. Axır gününü əvvəl yad edib, göz yaşını axıtdı. Gəlin indi baxaq. Birə biz nəyə yaza bilərik? Aləm saçlarının ucundan asılı, dünyanın sevimlisi idi. Bu, Məcnun ilə Leylinin bir-birini gördüyü hissədən baş verən məqamdır. Yəni, bunu biz birə yaza bilmərik. Çünki hələ burada Məcnun yeni doğulmuş olur. Ona görə A məntiqsizdir. A-nı çıxdıq variantdan. Testlərdə belə çıxdaş etməklə tapa bilərsiniz. Xülasə, yoxluqdan pak bir oğlan uşağı dünyaya gəldi. Bunu biz ikinci cümlədən sonraya yaza bilərik. Bura yaza bilərik. Hələ ki bunu saxlayaq. Gəlin, mənzil kəsək. Xəbərsiz kimi durmayın. Aha, birinci cümləmizdən sonra yazıla bilər. Bura yaza bilərik. Artıq birinci olduğunu
tapdıq. Varlıq bir qəm tələsidir, azadələrin yeri yoxluqdur. Deməli, göz yaşı axıtdı, axır günün əvvəl idi. Bu hissələrdə olmalıdır, ona görə yanlış olacaq. Sonra dayə mahiyyətini bilib, bu dayənin mahiyyətini bilməyi də 3-cü cümlədən sonra baş verən məqamda eyni də çıxdıq. Cavab qalacaq C variantı 1C, 2B. Növbəti. Leyli və Məcnun əsərində uyğunluğu müəyyən edin. Məcnun Leylini məzəmmət etdi. Nəticədə Leyli ixtiyarının başqasında olduğunu dilə gətirdi. Doğrudur. Leyli dövrün adət-ənənələrinə zahirən tabe olur. Yəni məzəmmət etdiyi üçün tabe olmağı deyildi. Bu sadəcə özünün istəyi ilə bağlı olan hərəkətdir. Yəni özünə sığışdırmırdı başqa cür hərəkət etməyi. Ona görə B-ni biz nəticə olaraq verə bilmərik. B-ni çıxaq variantdan. B çıxıldı. Sonra A-nı göstərə bilərik, A-nı götürə bilərik. 1 olsun A. B-ni götürmürük. Sonra 2. Leyli təhsil haqqından, hüququndan məhrum edildi. Səbəb, Leyli məktəbdə qeysi gördü. Leyli ilə Məcnunun eşqi hər tərəfə yayıldı. Bəli, eşqi yayıldığı üçün təhsil hüququndan məhrum edilir bu qız. 1A, 2-dir. Leyli Məcnun əsərində uyğunluğu müəyyən edin. Nəsihət edir. Anası Leylini nəsihət edir. Anası Leyliyə yazılsaydı daha uyğun olardı. Bunu göstəririk, götürürük. Atası Məcnuna, bəli, onun da nəsihəti var. Belə vəhşilər arasında yaşamamağını istəyir və s. Məzəmmət edir. Məcnun Leylini, bəli, bu məzəmmət də var. Məzəmmət dolu məktubda yazır hətta qıza. Anası Məcnunu, bu yanlışdır. Vəsiyyət edir. Məcnun anasına vəsiyyət etmir. Bu yanlışdır. Leyli anasına, bəli, Leylinin anasına bir vəsiyyəti var idi. Deyir ki, mən öləndən sonra, yəni sən deyir Məcnunu harda görsən, onu qınama, ona pis davranma və ona bildir ki, mənim yanıma tez gəlsin. Belə. Və ən sonunda da anasının öz sevgisini, Məcnunun sevdiyini açıb demiş olur. Leyli Məcnun əsərində uyğunluğu müəyyən edin. Bu da maraqlı suallardan biridir. Diqqətli olaq. Məcnunun anası, Leylinin anası övladının aşiq olduğunu eşidəndə onu çəkindirmək istəyir. Bunu saxlayırıq sona, ən sonda baxacağıq. Övladının məhəbbətini eşidəndə yas tutur. Bunu ailəsinin namusuna ləkə gətirəcəyini düşünür. Həm də Leylinin anasına aiddir. Övladının davranışında dövrün qayda qanunlarından kənara çıxma hadisəsi gördüyü üçün narahat olur, təşvişə düşür. Hər iki anaya aid olan cəhətdir. Övladının aşiq olduğunu eşidəndə bunu ailəsi üçün el içində böyük xəcalət sayır. Hər iki anaya aid olan cəhətdir. Övladına nəsihət verir. İkisinə də aid olacaq. 5-in yeri doğrudur. Qayıtdıq 1-ə. Övladının aşiq olduğunu eşidəndə onu çəkindirmək istəyir. Baxın, hər iki ana bundan narahatlıq duyur. Yəni övladının aşiq olmağı dövrün uyğun olmayan xüsusiyyətlərindən biri idi. Yəni bu dövrə qarşı çıxmaq idi. Amma Məcnunun anası çəkindirmək istəyir. Leylinin anası isə birbaşa çəkindirir. Yəni Leylinin anası daha sərt mövqedə dayanır qızına qarşı bunu eşidəndə. Çəkindirmək istəyir ifadəsi, yəni leksik normaya xüsusi diqqət yetirin burada cümlənin mənasına. Məcnunun anası sadəcə istəyir çəkindirmək. Bir nəsihət kimi, bir fikir kimi irəli sürür. Amma Leylinin anası daha kəskin mövqedə dayanmış olur qızına qarşı. Hətta onu məktəbdən, təhsildən yayındırır. Yəni evində deyir, otur deyir, babaların kimi, atan kimi əbcədini bil. Bu sənə kifayətdir. Artıq heç kimin gözünə görünmə. Adın dillərə düşüb, namusumuz deyir ləkələnib. Evcülərin dilinə düşmüsən. Yəni evcülər qeybəti sevənlər, söz danışanların dilinə düşmüsən, eyb axtaranların dilinə. Belə. Yəni çəkindirmək istəyir dediyi üçün sırf Məcnunun anasına aiddir bu ifadə. 1 və 5. Cavab oldu E variantı. Leyli və Məcnun əsərində uyğunluğu müəyyən edin. Nofəl, Zeyd, İbn Səlam mənfi planda verilməmiş. Bu obrazları birləşdirən cəhət Məcnunun anlamamalarıdır. Burada elə bir balaca səhvə yol verilib sözün yazılışında. Anlamamalarıdır yəqin ki, elə yazılması lazım imiş. Bunu indi yanlış götürürük. Çünki anlamışlar. Məcnunun atası övladını dərindən sevsə də onun məhəbbətinə dəyər verə bilmir. Bunu bəli uyğun göstərə bilərik. Məcnunun atası övladını xəstə sanır və bu xəstəliyinə dərman axtarır. Doğrudur bu. Poemada müxtəlif obrazların özünə məxsus taleyləri qələmə alınıb, təbii ki, hər bir obraza aid olan cəhətdir. Deməli, yanlışdan heç nə götürmürük, doğrudan təkcə 2-ni göstərə bilərik. Cavab oldu E variantı. Füzulini Leyli və Məcnun bədii əsərində Məcnun surəti ilə bağlı verilmiş fikirləri hansı qəhrəmana aid etmək olar? Baxın, burada 3-cü distraktora diqqət yetirsək, sevdiyi qıza cismən qovuşa bilmir. Deməli, qız obrazı olmamalıdır cavabımız. Bunu belə çıxdıq. Cismən ölsə də mənən qələbə qazanır. Arif ölmür. Yaşadığı cəmiyyətə müxalif mövqedə dayanır. Sevdiyi qıza cismən qovuşa bilmir. Yaxın adamları onu anlamır. Təbii ki, bu Fəxrəddindir. Çünki cismən ölsə də deyilir. Oqtay da sağ qalmışdı. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Leyli Məcnun Dəhnamə. Valideyn övlad münasibətinə toxunulub.
Buna aiddir təkcə. Qəhrəmanlar öz eşqini gizli saxlayırlar. Dəhnamədə gizli saxlama yoxdur. Məhəbbət mövzusundadır, ortaq olmalıdır. Aya bənzədilən obrazlara yer verilmişdir. Aya bənzədilən obraza təbii ki, burada bir yanlışlıq var. Leyliyə aid olan cəhət olmalıdır. Lirik ünsürlərdən istifadə edilib. Hər ikisində bəli, lirik ünsür var. Qəzəl var, digərində də şeirlər var. Əğyarın ölümünün əsas qəhrəmanının ahı ilə əlaqələnməyi bu Məcnuna aid cəhətdir. Deməli, burada uyğunluq 1 və 5. Füzulinin Leyli və Məcnun əsərində Məcnuna aid deyil. Bu obrazın düşüncə tərzi, zamanəsinin əxlaq və davranış normalarını üstələyir, aiddir. Bu obrazın təbiətə münasibəti cəmiyyətə olan münasibətdən alçaqda qalır, əksinə. Təbiətə münasibəti daha üstün idi. Cəmiyyətin müxalif mövqeyi ilə meydan oxuyur, doğru. Cəmiyyətlə eyni mövqedə olmadığı üçün təhsil hüququndan məhrum edilmə, bu Məcnuna aid cəhət deyil. Sonra bu obraz qəm-kədərlə yaşamağı, rahat həyat yaşamaqdan üstün tutur, doğrudur. İndi gəlin baxaq. Aid deyil dediyi üçün 2, 4 bizim cavabımız olmalıdır, D variantı. Leyli Məcnun poemasında anasının qızına vəsiyyəti hesab edilə bilməz. Eyb axtaranların sənə tənə etsin. Burada deməli cümlə şəklində verilib. Eyb axtaranların tənə etməyə məsələsi var idi. Var idi belə bir cümlə. Özünə nə üçün ziyan edirsən? Var idi. Vəsiyyət hissəsində var idi. Yaxşı adını niyə yaman edirsən? Var idi. Nə üçün qeybətçilər sənə tənə etsin? Deyir ki, nə üçün sənə tənə edə bədgü? Bu da var idi. Deməli, kölgə kimi hər yerə axma. Orada cümlədə göstərilir ki, deyir ki, sayə kimi hər yerə üz vurma. Buna görə E variantı yanlışdır. Leyli və Məcnun poemasında anasının qızına vəsiyyəti hesab edilə bilməz. Sən hara, eşq zövqü hara, bəli. Belə cümlələr ana qızına qarşı səsləndirir. Sən hara, dostluq həvəsi hara, bu da var idi. Nazik bədən ilə gül ətrinə niyə ziyan edirsən? Elə deyilmir bu cümlə. Deyir ki, nazik bədəni ilə bərgi gülsən, amma nə deyim, ikən günülsən. Yəni deyirsən, nazik bədənlisən, gül yarpağına bənzədir. Hətta gülə yox, gülün yarpağına bənzədir qızına. Deyir, amma özünü niyə belə yüngül aparırsan? Deməli, 3 yanlışdır. Sonra qızsan ucuz olmaq qədrini bil, yalnız qızlarla oturub dur. Belə ifadə yoxdur. Evdə oturdur deyir. 3, 5. Leyli və Məcnun poemasında anasının qızına vəsiyyəti hesab edilə bilməz. Təmkini dəlilliklə dəyişməsin, doğrudur. Ucuz olmasın, qədrini bilsin, qızsan ucuz olma qədrini bil. Mey deyir, damağa səfa versə də axdığı üçün qədəhin dibinə düşür, bəli. Sonra kölgə kimi hər yerə baş vurmasın, bu da var idi. Yalnız valideynin dediyi adama aşiq ola bilərsən, belə bir məqam yoxdur. Ümumiyyətlə, aşiqlik məsələsi qızlara yaddır deyir, qız aşiq olmamalıdır. Cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Anasının Leyliyə nəsihəti hesab edilə bilər. Sənə söz qoşulmasın deyə cəhd elə. Bəli, bu doğrudur. Deyir, cəhd elə ki, sənə söz qoşulmasın. Dostluq həvəsinə düşmə, çünki sənə uyğun deyil. Bu da doğrudur. Bizim hörmətimizə xələl gətirmə, bu da var idi. Adın dillər əzbər olsa da səni görmək mümkün olmasın. Bu doğrudur. Deyir, gərçi adın artıq dillər əzbərdir. Heç olmasa səni görməsinlər. Bu var idi. Qızını gizlədənlər xoşbəxt sayılırlar. Bu da var idi. Deməli, hesab edilə bilməzdən heç nə götürmürük. Digər tərəfdən 1, 2, 3-ü götürdük. Növbəti. Leyli və Məcnun poemasına əsasən uyğunluğu müəyyən edin. Leylinin anasının Leyliyə münasibəti təhsil hüququndan məhrum edir. Doğrudur. İbtidai biliklərlə kifayətlənməli olduğunu nəzərə çatdırır. Çox diqqətli olun bir ifadələri oxuyarkən ibtidai, yəni əbcədini bildirir təkcə. Doğrudur. Qızının eşqini hörmət etmir təbii ki. Məcnunun anasının Məcnuna münasibəti. Övladını çəkindirməyə çalışır, bəli. Baxın, çalışır dediyi üçün təkcə Məcnunun anasına aiddir. Amma Leylinin anası çalışmır. Birbaşa qayda qoyur. Yeganə oğlunun dərdinə çarə axtarır. Bu Məcnunun anası yox, atasına aid olan cəhətdir. Səhvdir. Oğlu ilə bağlı yayılan xəbəri qorxu və dəhşətlə qarşılayır. Leylinin anasına aid olan cəhətdir. 1-2-ni götürdük. Bu tərəfdən də 4-ü. 1, 2, 4 cavabdır variantı. Leyli və Məcnun poemasında hadisələrin mümkün nəticələrini seçin. Gəlin baxaq. Məcnun dünyaya gəlir. Dayə Məcnunu gəzməyə çıxarır. Leyli ilə Məcnun məktəbdə bir-birinə aşiq olur. Aha, ardıcıllıq qaydasındadır. Dayanmadan fəğan etməyə başlayır. Dünyaya gəlir, fəğan etməyə başlayır. Bu ola bilər. Sonra Məcnun dərdinə çarə tapmaqda çətinlik çəkir. Bu axı bu hissələrdə deyil. Yəni dərdinə çarə tapmaq məsələləri bunlar aşiq olduğu hissələrdən sonra baş verən məqamdır. Yəni məntiqlə indi olmamalıdır. 2 səhvdir. Məcnun bir pəri kimi gözəlin qucağında sakitləşdi. Aha, dayə onu çağırdı, sakitləşdi. Sonra Leyli az savadlı olmağa məhkum edildi. Leylinin az savadlı olmağa məhkum edilməyi, yəni bir-birinə aşiq olduğu hissədən sonra olur. Yəni bunu bura qeyd edə bilərik. Məcnunun anası bu xəbəri dəhşətlə qarşıladı. Bu hissəyə, yəni bizim bu sırf təqdim edilən hissələrimizə aid deyil. Deməli 1-i götürdük, 3-ü götürdük, 4-ü götürdük. Cavab oldu C variantı uyğunlaşdıranda. Növbəti.
Leyli və Məcnun əsərində Məcnuna aid edilə bilməz. Onun üçün tərbiyə vasitələri göstərildi valideyni tərəfindən. Ona edilən nəvazişdən xoşlanmırdı. Yəni atası tərəfindən təbii ki deyilirdi ki, vəhşilərin arasında olma və istəmirdi Məcnun qayıtmaq. Bu da var idi. Aid edilə bilməz deyir. Sonra onun əlləri ilə özünü Didbəyə çarə axtaran anası idi. Didbəyə. Çarə axtaran anası deyil, bu ataydı. Çarə axtaran atadır. Dayı onun dərdinə dərmanı gəzintidə tapdı, doğrudur. Qızı görür. Onu tilsimə salan məşuqənin gözəlliyi idi və ahnaləni kəsib gülümsəməyə belə başladı. Bunlar da təbii ki yanlışdır. Cavab olacaq burada 3 və 5. Davam edirik. Füzulinin Leyli və Məcnun əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Məclislərin birində Məcnunun şeiri oxunanda Nofəl çox bəyənir. Bəli, hətta maraqlanır ki, bu şeir kimindir? Sonra Məcnunun atası anlayır ki, Leyli olmasa onu sakitləşdirmək mümkün deyil, doğrudur. Leylinin atası bir dəliyə qız verməyəcəyini qəti surətdə bildirir. Yəni deyir ki, sən get oğlunun bu xəstəliyinə çarə qıl, mən sənə qızı verəcəyəm. Yəni qəti surət sözünə görə burada yanlışlıq var. Çünki demir ki, mən qızı heç vaxt sizə vermərəm. Deyir, get ona çarə qıl, verəcəm, sözüm sözdür. Leyli məclisin işıqlı şamına bənzədilir, doğrudur. Məcnun zamanəsinin əfsanəsinə bənzədilir. Bir şəhərin əfsanəsi, zamanənin yeganəsi Leyli idi, bir şəhərin əfsanəsi də Məcnun idi. O hissə çox gözəl hissədir. İndi hissədə görürsünüz həmin hissəni. Gözəl hissədir. Deməli 3 və 5. Daha doğrusu doğru fikirlərə baxaq. 1, 2, 4. 1, 2, 4'dür. Cavab oldu B variantı. Leyli və Məcnun əsərində hadisələrin düzgün ardıcılığı. Məcnun gəzərkən səhrada Leyliyə rast gəlməsi. Biri yazdıq bura. Məcnunun atasının Leyliyə elçi getməsi. Biz bunu qeyd edə bilərik bundan sonraki hissəyə. Yəni birdən sonra baş verir. Yazaq bunu bu hissəyə. Arada boşluqlar saxlayırıq ki, hansısa rəqəmə əlavə edə bilək. Sonra Leylinin sirrini dəvəyə açması. Dəvəyə açmağı bu lap əvvəldədir. Sonra Nofəl döyüşdə qalib gəlsə də sözünün üstündə durmamağı. Bunu biz qeyd edə bilərik. Dəvəyə sirri açılmaq, onu qeyd etdik. Leyliyə elçi gedilməsi hissəsindən sonra baş verən məqamdır. Yəni bunu qeyd etməliyik əslində biz 4'ü bura. Leylinin məhəbbətini anasına inkar etməsi. Burada inkar etməsi deyil də anasına bildirməsi, açıb söyləməsi yazılsaydı daha doğru olardı. Biz bunu açıb söyləmək kimi qəbul eləyərək C variantını götürək. Çünki 3, 1, 2, 4 və 5 gəlməlidir. Digər variantlarımız uyğun gəlmir. Ona görə də biz yəni 5'i gərək bu cür qəbul eləyək. Əks halda 5 gərək əvvəldə gəlsin. Onda da uyğunsuzluq yaranacaq testdə. Leyli və Məcnun əsərində hadisələrin düzgün ardıcılığını müəyyən edin. Məcnun öz dərdini Leyliyə danışır. Məcnun Leyliyə biganə münasibət bəsləyir. Bu lap sonlardadır. Baxın 2 heç vaxt əvvəldə gələ bilməz. Sonra Leyli Məcnun hərəkətlərini təqdir edir. Bu da sonlarda baş verən məqamdır. 3 də əvvəldə gələ bilməz. Yəni belə çıxdaş etməklə də rahat formada tapmaq olar suallar. İbn Səlamın vəfat etməsi bunların lap əvvəlində duran məqamdır. Məsələn 4'ü yaza bilərik əvvələ. Leylinin Məcnundan xəbərdar olması. Bu da təbii ki sonlara doğru olan məqamdır. Məcnundan xəbərdar olur ki, gəlir, hərəkətlərini təqdir edir. Bax, yəni xəbərdar olandan sonra baş verir bu. Məntiqlə 5 olmalıdır. Xəbər tutdu Leyli ondan. Məcnun ona biganə münasibət bəsləyir. Yəni 5, 2 və Leyli də bu hissədə yəni deyir ki, mən səni sadəcə yoxluyordum, hərəkətlərini belə təqdir edir. Gəlib gördüm ki, deyir, artıq sən müdrikləşmisən, kamil olmusan. Belə 5, 2, 3 gəlməlidir ardıcıllıqda. Deməli cavab olacaq B variantı. Əvvəldə necə oldu? İbn Səlam vəfat etdi. 1. Məcnun öz dərdini Leyliyə danışır. Sonra cümləni hansı fikirlə tamamlamaq olar? Füzulinin Leyli və Məcnun əsərindəki Məcnunun fikrincə özü rüsvay olduğu üçün Leylinin adı yaxşı qalmalıdır. Bu doğrudur, bəli. Deyir ki, Məcnunluq işi Leyliyə layiq deyil. Leyli el aləmin dilinə düşməməlidir. Doğrudur. Leyli də onun kimi yaşayış qaydalarını unutmalıdır. Səhvdir. Leyli ağlın ətəyini əlindən buraxmamalıdır. Doğrudur. Leyli ağılla yox, qəlbi ilə hərəkət etməlidir. Yox. Əksinə Məcnun deyir ki, çıx get. Yəni mənim kimi bir vəziyyətə düşmə. Sənin adın yəni dillərə düşməsin. 1, 2, yəni Məcnunun fikrincə 1, 2, 4 uyğundur D variantı. Yəni hansı fikirlə tamamlamaq olar? Füzulinin Leyli və Məcnun əsərindəki Məcnun. Dəlli yolda yurd salıb düz.
Rüsvayçılıqda ad çıxarıb doğru. 1-2 mütləq cavab da olmalıdır. Leylinin xəyalı belə onu yandırır, doğrudur. 1-2-3 olacaq cavabımız. Leylini səhrada görən kimi tanıyır, səhvdir. Dostlarının sözünü dinləyib Leylini görmək üçün səhraya gəzməyə gedir. Səhraya çıxır, həm də burada fikrini dağıtmaq üçün. Sadəcə dostları deyir ki, çıx bəlkə, yəni fikrini yayındıranda, yəni dağıdanda sanki. Qızı da, Leylini də görmüş olarsan. Ona görə Leylini görmək üçün yox, dərdini açmağa, biraz başını açmağa çıxmışdı. Yəni əhvalını dəyişməyə. Ona görə 5-də yanlışdır. Leyli və Məcnun əsərində obrazlarla bağlı uyğunsuzluğu tapın. Leyli, məclisin işıqlı şamı, doğrudur. Gözəllik zirvəsində bir ay, bəli, doğrudur. Aya da bənzədildi Leyli. Məcnun, ciyər yandıran atəş, bəli. Leyli, cənnət içində bir nur, aha, bu da doğrudur. Məcnun, bir şəhərin əfsanəsi, doğrudur. Cavab olur D variantı. Deyir, uyğunsuzluğu müəyyən edin. Məcnun, zülmət içində bir nur, düzdür. Eşq mülkündə bir şah, doğrudur. Vəfa göylərində bir aypara, doğrudur. Həşamətli göylərdə bir ay. Bu hissədə aya bənzədilən Leylidir. Bunu buradan yadda saxlayın, ona görə uyğunsuzluqdur. Məzəmmət dünyasının şahı. Baxın, şahdır, bax bu şah sözləri kişiyə məxsus olan əlamətlərdə daha çox aiddir Məcnuna. Daha sonra necə yadda saxlaya bilərsiniz? Negativ, mənfi düşüncəli ifadələr ki var, mənfi düşüncəli ifadələr, bunlar aiddir Məcnuna. Daha çox qıza, xanıma və pozitiv mahiyyətli cümlələri aid edəcəksiniz Leyliyə. Yəni bu hissəni belə yadda saxlayın. Leyli və Məcnun əsərində obrazlarla bağlı uyğunsuzluğu yenə tapırıq. Gözəllər cərgirəsinin əmirəsi. Baxın, gözəl cümlədir bu. Deməli, bu Leyliyə aiddir. Gözəllik nəşəsinin kamı. Bu da aiddir Leyliyə. Bu da gözəl cümlədir. Yəni, pozitiv cümlələr qeyd elədik ki, Leyliyə aid eləyə biləcəyik. Könül bəzəyən zəriflik, bəli. Həya sədəfinin incisi, bəli. Eşq bəlasının dustağı. Bu mənfi mənalı ifadədir və aid olmalıdır Məcnuna. Cavab oldu E variantı. Yəni, belə kodlaşdıraraq yadda saxlaya bilərsiniz. Leyli və Məcnun poemasındakı obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Zeyd səmimi dost və dərd ortağıdır, bəli. Həm də burada bəd xəbərləri çatdıran elə Zeyddir. Və ən sonunda Məcnun da deyir ki, bu qədər bəd xəbəri mənə çatdırmısan, heç olmasa bir yaxşılıq elə, məni apar sevdiyimin qəbrinin üstünə. Yəni Leylinin qəbrinin üstünə də Məcnunu Zeyd gətirmiş olur. Deməli, Məcnun Leylini görəndə huşunu itirir və dostları onu özünə gətirir. Bu yanlışdır. Məcnun elə ağladığından, o göz yaşlarının təsirindən oyanmış olur. Leylini isə qızlar oyadırlar. Məcnun atasına xəbər göndərir ki, ümidini özgə oğla bağlasın, doğrudur. Yoldaşları ilə xəbər göndərir və hətta yoldaşlarına da deyir ki, məndən uzaq durun. Belə. Nofər Məcnun dərdinə deməli çarə tapa bilmir, doğrudur. Məcnun ümid qapısına ayaq basan kimi qisməti sərgərdanlıq olur. Bəli, bu da doğrudur. Yəni çöllərə düşür, sərgərdan olur. İkini çıxırıq. 1, 3, 4, 5 cavab olacaq A variantı. Leyli və Məcnun əsəri ilə bağlı uyğunluğu tapırıq. Atasına xəbər göndərir ki, onu xoşbəxt etməyə çalışdı. Lakin dərd, kədər buna imkan vermədi. Düzdür. Heçlik sarayında qəm qüssəsiz asudə olduğunu ifadə edir. Bəli, Heçlik sarayında qəm qüssəsiz idi. Bu da var idi. Nofər onun haqqında Kəbədə eşidir. Kəbədə eşitməmişdi. Elə məclisin birində eşidir. 3-ü çıxdıq variantdan. Sonra Nofər onu bir küncdə ağlar tapır. Bu doğru ifadədir, bəli, hətta vəhşilərin əhatəsində idi həmin vaxt. Sonra Nofər ona vəhşilərdən yox, həmcinslərdən kamını diləməyi tövsiyə edir. Bu tamamilə doğru ifadədir. Kimdən dərman istədisə, onu özündən betər bir dərdə düşdüyünü görür. Bəli, bu da doğrudur. Deyir, kimdən dərman istədim, onu özümdən elə bəlalı görmüş oldum. Deməli, yanlışdan içini götürmürük, doğrudan da 1-2-ni. Nöqtələrin yerinə Füzulinin Leyli Məcnun əsəri ilə bağlı yazıla bilməyən fikri müəyyən edin. Poemada əsas qəhrəman, yəni Məcnun. Kimdən vəfa istədisə, ondan cəfa görür, düz. Səfadan dəm vuran dostları riya əhli görür, dostlarını, düzdür. Suyun ətəyindən yapışarsa, axarı ondan üz döndərir, bəli. Güzgüdən sədaqət umur, ondan da öz gözlədiyini görür. Bu da doğru. Münəccimlər bəxtinin ulduzunu ona göstərir, lakin onu qara görür. Bu isə yanlışdır. Bu bilirsiniz hansı hissədəndir? Məcnunun dilindən verilən qəzəldə. Yəni həmin o qəzələ diqqət yetirsəniz, bu ifadələri orada görmüş olarsınız. Diqqətli olun qəzəlin cümlələrinə. Füzulinin Leyli və Məcnun poeması ilə bağlı doğru fikirlər. Leylinin atası Nofələ Leylinin nişanlı olduğunu bildirir, doğrudur. Və hətta deyir ki, ərəb adətinə görə bir qıza 2 nəfər belə elçi düşə bilməz. Bir doğru. Nofəl tökdüyü qanlara görə xəcalətli olduğunu bildirir, bəli. Və deyilsə ki, bütün bu vaxta qədər tökdüyü qanlardan peşmandır, bu səhvdir. Sadəcə bu qanlar üçün peşmandır, bu döyüş üçün. Məcnun Nofəli vəfasızlıqda məzəmmət edir, doğrudur. Məcnunun atası ona yalvarır ki, Leylinin əvəzinə mükafat olsun deyə özgə yar seçsin, təbii ki, bu yanlışdır. Leylinin atası qızına görə gecə-gündüz qaxınca məruz qalır. Bu da
yanlış olur. Bu Leylinin atası yox, Məcnunun atasına aid olan cümlədir. 1, 2, 3-ü doğru cavab kimi göstərdik və sonuncu sualımız. Füzulinin Leyli və Məcnun poeması ilə bağlı doğru fikirlər. Məcnunun atası Məcnuna görə gecə-gündüz qaxınca məruz qalır. Doğrudur. Leylinin atası Məcnunun onları el içində bədnam etdiyini, daima zərərli olduğunu bildirir. Bəli, bu ifadələr də səslənmiş olur. Məcnunun atası Məcnun başından çıxan ahın işığı ilə onu tapır. Bəli, bu da var idi. Deməli, doğrular dediyi üçün Məcnun onu axtaran atasını səsindən dərhal tanıyır. Yanlışdır, hətta onu yolçu bilir. Birinci. Məcnunun atası onu razı bilib evə gətirir. Təbii ki, bu da yanlışdır. Cavab olacaq B variantı. Bu qədər ümid edirəm ki, bu izah da sizlər üçün faydalı oldu. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim, Aytaç müəllimə. Sağ olun.